Siz ki günah Müjganda değil Ayşədədir getdi ora. Bu neydən qaynaqlanıb bilən yoxdur. Bu söhbət neydən Bütün günü qaynaqlanıb? sen kızıştırırdın, Ayşe'ye girirdin sayfasına, Müjgan hakkında diyirdin. Kızıştırırdın Ayşe'ni ki danış. Milana görürəm yanırsan əlimlə. Tamerlan bunu vəbçə rədd elə də buradan. Sen özü elə rədd elə də. Tamerlan bunu rədd elə o şey buradan. Limiti doldu. Sen kalmışsan yana-yanaya, mən nöşüm, o yaşlı adamsa ged uzan yatda. Şeyim var, sağ olun. Allaha and olsun, mənim bütünlüklə haramdan desin zavanlığım sənin. Yəni deyirəm də bu Eşit bir dəqiqə. Baxın, söhbət neydən qaynaqlanıb. Diqqətlə qulaq asın. Sen kaldın bırakma. Can dostumdur. Can ciğer. Tuvalete götürürler. Qulaq asın. Vallahi. sən bəyənməyə Müjganı bütün günü kayıtlarını eləyirsən, bütün günü də izləyirdin. Uzanır evde kalıp iyi Baxın. Süvey. Ben üstüme. Beybuş. Canım ay Ayşe. Uzanır evde kalıp iyi verip iyilenirse benden tutayım. Bak ne benden tutulay sen kaldın bıraktı. Canım. Gördünüz söhbət neydən qaynaqlanıb? Ayşə ilə belə yerə Bundan qabaq Ayşə söyürdü də onu. Elə Bu nə bundan var? qabaq Ayşə söyürdü onu. O da elə dedi ki, dedilər ona ki, Ayşə səni kayd eləyir, o da elə dedi. Ay xanım, nə qədər pul atıblar qabaq var? Sənə pul atarlar, mənə heç kəs pul atmıyor. Görünür elə fake səhifə ilə. Sən qalmışdın. Bütün kayıtları sən bütün şeylərdə gezirsən, mən yox. Mən birinci dəfə də çıxmışam canlıya, vicdanıma görə də danışıram. Milana, ay Milana xanım, tutaq ki sənin anavı söyürlər də üzvə, durub üz gözündən basarsan, yoxsa döyərsən. Bu çox qıcıq verir ha, deyim bil. Kimsə kiminsə valideynin, yəni Fikirlər- deməyə haqqı yoxdur. Kimsə kiminsə valideynin söysə, əlbəttə ki, həmin adam gəlib cıracaq. Fikirlər müxtəlifdir. Mən kiməsə aşağı ata bilmərəm. Fikirlər müxtəlifdir. İndi o öz fikirləşir, siz də bu. Bu fikir deyil bunki. Başa düşdün? Fikirlər müxtəlif ola bilər, özünü tanımamazlıq da bu qədər ola bilməz. Ağzımıza yedik çörəyi, bəzi yerimizə yox. Gördünüz indi söhbət neydən qaynaqlanıb? Belə Ayşə düz eləyib. Bunu da mən deyirəm. Sözü olan var desin indi. Ayşə düz eləyib. Bütün Ayşə düz sad eləməyib. Ayşə bundan qabaq onu söyürdü. Ayşə bundan Bu kayıtdan qabaq da söyürdü Ayşə. Ayşə ondan qabaq da nələr demirdi ona. Hələ həmin vaxtı da o kayd eləyən vaxtı biz canlıdaydıq. Ayşə onu kayd eləyirdi, o da hələ O da dedi. çixi balota, başa düşdün? O çixi balota da altdan eləyir, Ayşə qışqırır nervidən deyir. Bildiniz nədir? Bir Ayşə də altdan çıxıb balatadı bir bir də. söyürlərsə, yəqin ki, bunlar özləri bir-birinə qarşı şərait yaradıb ki, bir-birini söyürlər. Bəs mənə qurban olum ay bacı, bəs mən bayaqdan soruşuram ki, neydən qaynaqlanıb da bu söz Ondan qabaq qaynaqlanıb. Sən düz danışmırsan. Sən vicdanın varsa, vicdanla danış Sofa. Bundan qabaq gör neçə vaxtı onu söyürdü. Ayşə daşı oğlana zəng eləyib. Oğlana da nə söyüşlər söyürdü. Oğlan ona çox sağ olsun ki, oğlan onu tutturmadı. O miri oğlan onu tuttururdu. O söhbət ondan qabaq olmuşdu. Onu da nələr söydü o şey həmin vaxtı. Onu da hamısını qızışdıran elə sən bütün səhifələrə girib qızışdırırdın ki, Ayşə Müjgan belə dedi, Müjgan elə dedi. Kim qızışdırırdı? Sən bütün günü səhifəsindəydin də Ayşənin. Belə yaxşı eləmişəm. Sonra sözün nədir, ha? Sonra sözüm işdə də, yəni vicdanla danış da. Əgər sənin vicdanın varsa, vicdanla danış ki, bu sözdən sonra qaynaqlanmayıb. Bu sözdən sonra qaynaqlanmayıb. Sən vicdandan danışırsan da, mənə elə gəlir yoxsa. Olan adam deyiləm. Birincisi. Milana, Sofa xanım, bir dəqiqə gözləyin. Milana xanım, siz deyəsən vicdandan danışırsınız da, düzdür? Bəli. Bütün milləti söyür, səhərə qədər orasını burasını qoyub, nəm alkaşdıq. Day Müjganın eləmədiyi, nə bilmək, səviyyəsizlik yoxdur da ekranda, düzdür?
Bəlkə səhv deyirəm, səhvəmsə səhvimi çıxardım. Mən o şey hərəkətlərini heç nəyi dəstəkləmirəm. Həm də ki söyüşü, Dəstəkləmirəm, amma durub tərəfini saxlayıram. Nə gözəl dünyada yaşayırsınız. Əgər deyirsən ki, vicdanın varsa, mən deyirəm, mən bugünkü hadisədən çıxıb danışıram. Vicdansıza nə vicdan tutursan ki sən? Vicdansız O vicdanı olsa, millətin pulunu yer, özünü Bir söyür. sual əcdanın Buna yandı verir, orasını burasını göstərir, alkaşlığı, pozğunluğu, hər şeyi təbliğ kim eləyir. burada alqaşlığı göstərməyib ki? Kim göstərib ki, göstər görüm birin. Kim göstərdi bilmirsiniz bəyəm ki? Dedim mən sənə konkret sual verirəm, sən də mən konkret sual. Ayşə alqaşlığı Mən Ayşənin tərəfini tutmuram, Elə ikisini siz də Allah bəyəndiniz. bəlasını Elə versin. siz bəyəndiyiniz indi mənə də doğrudan da atacaqsınız aşağı. Alena Atmıram, atsam bu dəqiqə atarım. Atsam bu dəqiqə atarım. Şortikdan şeydir. Day alqaşlığı içkiyi hamısını təbliğ Bax edib görürsən, də. mən ikisindən də İndi də- zəhləm gedir. Heç indi birinin də- tərəfini saxlamıram. İndi də Amma sən durmusan ki, Müjganı. vicdan buradan Yəni ki, çox getdi, adam vicdan burada oradan piyanolu gəldi. çıxıb da. Mənə Tək vicdan vicdanlı deyil bir ki. dənə Müjganın hərəkətini göstər. Deyim ki, sən səhvsən, ay Sofa, Milana düzdür. Mən onun o hərəkətlərini heç birini dəstəkləmirəm. Dəstəkləmirsən sən Mən niyə tərəfini mən saxlayırsan bu gün bəs? deyirəm ki, bugünkü hərəkəti deyirəm ki, Ayşə düzgün hərəkət eləməyib. Onu qızışdırıb, onu o həddə çatdırıb gedib orada Bəs Müjgan bütün onu nədir, cənub zonasını provokasiya elədi, bütün nə bilim ölkənin hər yerini söydü, bütün rayonları Bu söydü. yandan hamısı deyir də niyə görə? O tək o Niyə görə şəkli onun kim opravdaniyası paylaşır, yoxdur? onu Nəyə görə söylür. nədir? Nəyə Ölkə- görə nədir? Nəyə görə nədir? Nəyə Onun görə? bəhanəsi var bəyə. Xanımlar, mən eşidirəm. Nəyə görə? Durun onda, gəlirik, mən də sağlam xoşuma gəlirik, gəlmirsə, durun anormal də gedirik. hansısa zonanı Yox, söyləyim ki, sözü buna görə bağlayın. söyləyirəm. Elsa Onun xanım. bəhanəsi var bəyə. Elsa xanım, bir dənə mənə qulaq as. Mən eşitdiyimi deyirəm. Yəni orada bu yağda Meri xanım çıxdı, dedi. Onun şəklin, o Merinin şəklin. Az elə Söyləsin, Meri də onun atasının ağıldadır. Kim arasında- Müjganın yanında durursa, kim Müjgana dəstək durursa, kim Müjganı qabağa aparırsa elə Müjgan aldı adamlardır da. Meri kimdir ki sən mən Merini şey gətirirsən? Meri Mən şey kimdir ki? gətirmirəm. Gör Mən Meri deyirsən ki, səviyyəli bütün- insandır. Bütün milləti söylüyor. Bəlkə Meri durub Müjganın Milləti yanında. Konkret Meri onları özünü söyledi. bizə Onun tanıtdıracaq tərəfdən Ayşənə. ki, yaxşı adam kimi. Merinin sözünü ciddiyə alan var mı? Sabahınız xeyirli Ya Allah olsun yox, yəni ki xanımlar. mən canlıda gördüyümü deyirəm. Vicdandan danışmayın da onda. Nə danışırsınız danışın. Vicdan deyil. Mən ancaq Camaatın vicdandan əsəbi ilə danışıram. oynamayın. Yəni ki mən gördüyümü deyirəm. Deyirəm ki o bütün ölkəni söymədi, Azərbaycan xalqını söymədi. O onun şəklini paylaşanı söydü. Yəni ki Qələt o elə. Aidiyyatı orqanlar Azərbaycan var. xalqını söydü. Aidiyyatı orqanlar nə üçündür? Ki siz orada durub loxtuluq eləyəsiniz. Söyürəm. Elə söhbət var. Döyürəm, söyürəm. Aidiyyatı orqanlar var. Belə düzgün insansansa, söhbət təkcə ya Müjgandan, ya Ayşəndən, ya məndən, ya səndən getmir ha. Kimsə mənim haqqımda nalayiq sözlər ifadə eləyirsə, aidiyyatı orqanlar var. Qanunvericilik var. 102-ni yığırsam, getdi. Yoxsa yox, mən söyləyəcək, mən də söyləyəcəm. Mən nə bilim, nəyimi paylaşacaq, mən də söyləyəcəm. Elə bir dünya var. Yox, Onda orada qanunvericilikdə ona opravdaniya verməyəcəklər. Yaxşı, ay Müjgan, o sən söyübmüş, sən də söyümsə, yaxşı eləmsən. Dur, çıx get. Belə şey var. Yox, bir də ki, eşidirsiniz, sözün sahibi olaraq, ümumi olaraq onu deyirəm ki, o səssiz blok özəlliyi var, insan özəlliyində olur da, canlı sahibinin. Orada o boyda kütlə qarşısında bir nəfərə təhqir eləmiş, ümumi kütləyə eləmiş, heç fərqi yoxdur. Eyvallah, valla. Sizə ata bilər ən azından. Ona qalsa hamı onda, mənə də söyürlər, onu da söyürlər, o birini Onda də... duraq burada, sən demişkən. Bütün Duraq kütləyə... onda burada. Öyle onda duraq burada. Səhərə qədər söyək. Sobada deyək ki, mən söymüşdü, söydüm. Yaxşı eləmişəm, əcəb eləmişəm. Hələ Merin dediyinə bax. Söyüb yaxşı eləyib. İndi göstərərlər də yəqin ki, yaxşı mı eləyib, pis mi eləyib. Sizə bir dənə söz deyim. Xanımlar, ona bir kəlmə deyim. Buyurun Sevgi xanım. Xətrinizə dəyməsin, xahiş edirəm. Bax, mən bir talış qızı olaraq
Mən ona nifrət eləyirəm. Onu Allaha havayı Ona edirəm. tək sən nifrət Onu eləmirsən. atmışam Bütün bloka. Azərbaycan ona nifrət eləyir. Prosta indi Onu bir iki bloka nəfər var atmışam. gəlib tərəfini saxlayır. Bilmirəm nəyə görə. Nə maddi mənəvi burada gəlirləri var. Buyurun Ən Sevgi xanım. yaxşısı başınızı ağrıtmadan atın bloğa getsin. Mənim şəxsən ona heç bir nə xeyrim var, nə maddi marağım var, nə də ki, Amma mən ona özünüz heç ona görə burada bir dənə gül də atmamışam. Ay xanım, ay Milana xanım, sənin xeyrin yoxsa, səhərdən burada vəkilliyin eləyirsən. Sən nə danışırsan? Sən deyəsən bu dünyanın adamı deyilsən, sənin öz dünyan var. Vəkillik eləmirəm birincisi. Mən deyirəm ki, bugünkü Görürük hadisədən də. çıxıb danışmışam, vicdandan danışıram. Başqa o bütün o hansı hərəkətləri Yenə də eləyib, vicdan vicdanı dəstəkləmirəm. deyirsiniz. Yenə də vicdan deyirsiniz. Valla nə deyim. Hansı vicdan? Sevgi Yəni, xanım çoxsunda bayaqdan vicdan yoxdur da, bir tərəfli danışmasın. Sevgi xanım. Bəli, qulaq Sözünü de asıram. bacı. Hamınızı salamlayıram. Hamınız mənim gözəl Azərbaycanımın qızlarısınız, xanımlarısınız. Allah Hamınızı sizi çox qorusun. istəyirəm. Bu dünyada səhvsiz insan yoxdur, amma xahiş edirəm, çox xahiş edirəm hamınıza. Bunu neçənci dəfədə bu canlıya gəlirəm. Kimləri üstündə mübahisə edirsiniz? Hamınız mənim üçün dəyərli xanımlarsınız. Yəni bunların mübahisə etdiyiniz xanımların heç birisi dəyərli deyil. Bəli. Ay yaşa. Heç birisi dəyərli xanımlar deyil ki, onların tərəfini saxlayırsınız. Bəli. Amma mən birbaşa günahı öz millətimdə görürəm. Özdə o millətin 90% qadınlardır. Ərinin cibindən oğurlayıb, kartından oğurlayıb, Müjgan kimlərə, Ayşən kimlərə dəstək olan əskik qadınlar. Amma Bəli. buradan deyirəm, adım da Esiyadır. Kimin də xoşuna gəlmir, buyursun, gəlsin Bəlkə də üzbəüz. birinləri gedir fəhləşdirir, kubik Ay yaşa, fəhlərin arvadı, nə bilim, O sözü quruş kim arvadı, deyirsə, o işin öpürəm anasının arvadı. əllərindən. O Ərinin sözü kim deyirsə, kartından. öpürəm anasının Mən o əllərindən. uşağının boğazından kəsib, belə pozğunları, belə şərəfsizləri qabağa aparan millətimin qadınlarıdır. Bizim dəyərli Ay, xanımlarımız var. Məsəl üçün Zəngəzur xanım, bəlkə də eşitmiş olarsınız. Bizim dəyərli qazilərimiz var. Onları çıxardaq bura. Onlara 1 manatmı, 2 manatmı, 10 manatmı? Yo, qətiyyən. Onları bura çıxartsın. Məsəl üçün əlillərimiz Xanım, var ki, Sözü onların balla kəsirəm. Əziz günündə Ay üzr Esiya xanım, istəyirəm. bax sizin də sözünüzü kəsdim. Siz də Bir çox dəqiqə Milana aşiq xanım söz qulaqsınız deyirəm. da. Mən bir iki dəfə Biz də qazi Ayşəyə söhbəti çox qulaq oldu. Bir asırıq. dəqiqə də Milana xanım. Bir iki dəfə qazilərimiz var burada tanış. Gəldik ki, bunlarla canlasaq. Sevgi xanım, inanırsınız ki 5 nəfərdən artıq bizim canlıya heç kim Yox, onsuz da gəlmədi. qalmayacaq. Amma ki bunu biz 5 nəfərdən təbrikləməliyik. artıq bizim canlıya adam gəlmədi. Qazi görən kimi qaçırlar. Şəhid anası görən kimi qaçırlar. Ha. Ay nə bilim xəstə görən kimi qaçırlar. Müjgan kimini, Ayşən kimini görən kimi gözlərini bərəldirlər. Gəlib otururlar. Ərlərinin pulunu xərcləyirlər burada. Yəni Bax siz yaxşı niyyətli Ayşəyə bu dəstək olurdunuz. Azərbaycan xanımları olaraq biz Mən- onları qabağa Hə, Mən Niyə Ayşənə şey demişdim ki, bırakırdın? bax görsən deyirsən sonra ki, heç kimi izləmirəm falan. İstəmən Xahiş edirəm biraz düzgünü izləmirəm. danış. Mən Ayşənə dedim ki, Elə restoranına da sən heç getmişsiniz. kimlə restoranına da getmişəm, bəli. Mən Hadi ona yəni dedim siz ki, də heç dəstək kimə olmusunuz. Mən ilişmə. şəxsən bir dənə çöp da, bir dənə gül də atmamışam. İndi bir dəqiqə sən sakit dur, sözümü deyim. Mən Ayşənə dedim ki, hamı burada şahiddir. Sən heç kimlə dalaşma, heç kimə söz soxma. Mən tanışlarıma da söz soxurdu, mən yaxınlarıma da söz soxurdu. Ona qalsa eləməzdim də. Dedim sən heç kimə söz soxma, səni bu aclıqdan qutaracam mən. Sənə qoymayacam kart qoyasan. Eyvallah dedi. Bircə həftə sakit dayandı. Bircə həftə. Mən nə canlıya girmirəm, nə onu izləmirəm, nə bir şey. Onu izləyənlər başladılar mənə yığmağa ki, bax məndən incim, aha Ayşə mənə söz soxur, gedirəm onu söyməyə. Bax məndən incim, aha Ayşə məndən danışır, gedirəm kayıt qoymağa. Ondan sonra dedim Ayşə, sən qabağa getməyə layiq insan deyilsən. Sən kömək olmağı